Bana kış yapacağız. Həqiqi. Kışın. Nazik də dedi onsuz da. Neyse bu sonra baxarıq. Çünki saç. Qızlar sizcə necədir? Termom gəlir. İstəyirəm, nə istəyirsən məndən xəstəyəm, başa düşmürsən, vicdansız nə bilməm. O sırada canım olacaq. Porno. Çünki mən ilk dəfə saçımı rənglətdirəndə bu rəngdə istəyirdim. Amma gedirik. Mən ağladandan sonra gedirik. Salam qızlar, Canalen kanalına xoş gəlmisiniz. Yadınızdadırsa, keçən videomda demişdim ki, mən artıq saçlarımı boyatmalıyam. Bildiyiniz kimi, ya da bilmirsiniz, mən 3 il boyunca dalbadal saçlarımı əmbrə balyaj eləmişəm, amma yəni qara, belə sarı saç qarışığı idi. Amma artıq bir yerdən sonra o qədər boyatdım ki, qara saç arada qalmamışdı. Mən dözüb ən axırıncı dəfə nişanımdan əvvəl elətdirmişdim. İndi gedirik saçlarımı düzəltməyə. Okey, saçlarım pis rəngdə deyil, amma mən düşünürəm ki, mənə çox da yaraşmır. Çox daha yaxşıları ola bilər. Bu şarf məndən illər görüb, yəni bəlkə 6 ildir mən bu şarfı almışam. Əslində papaq taxmaq istəyirəm, amma bilmirəm. Yəni saçlarım da şeydir. Ki belə. Why not? I think it's good. Mesela asitmenya eliyle öyle olmalıdır. Mesela bir yarım saat ya da bir saat gözlemedim pek bilmirəm. Saç bu vəziyyətdədir. İndi tonlama olacaq. Mənim indidən belə çox xoşuma gəldi. Belə. Görək necə olacaq. Belə görünür ki, mən hər ay gəlməliyim tonlama üçün. Deyəsən elə deyilir. Əvvəlkilərdə gəlmirdi. Deməli qızlar tonlamada oldu. Səhv eləmirəmsə, mən çox bəyəndim. İndi belə bəyənirəm. Deməli qızlar, axırıncı halı belədir. Hətta mən sizə deyirəm ki, videoda o qədər də yaxşı düşmür. Bu vəziyyətlərdir. Mən çox bəyəndim. Əl işlərini hədsiz bəyəndim. Yəni, həqiqətən belə saç istəyirdim. Əsasda öndə də çox face light olsun da. Səhv eləməmsə elə deyirlər. Çox qəşəngdir. Düz indi bu saçın üzərində müəyyən qədər oynamaq lazımdır. Qəşəng kremlər almaq lazımdır və s. Amma məncə siz də görürsünüz. Öz saçımdansa bu saç mənə daha çox yaraşır. Böyle. Çox qəşəngdir. Mən çox bəyəndim, çox bəyəndim. Siz necə bəyəndiniz? Qızlar dedim bir də belə çəkim. Maşında. Evə çatdım. Deməli səhvən bir dənə fikir dağınıqlığından dönüş eləmədim. Yəni sağa dönməliydim. Allah qəhr etsin. Az qala Şamaxıya gedirdim. Həqiqətən bildiyimiz Şamaxıya gedirdim. Yarım saat gecikdim evə. Nəysə, indi gedirəm evə. Termom gəlib, makyaj masam gəlib. Gedirəm makyaj masama baxmağa. Bugün yox, amma sabah da onun üçün bir dənə ayrı video çəkəcəm. Çünki tamam hər bir orqanayzer almamışam. Sabah çalışacağım, alım. Elə burada Can Home'dan, binanın aşağısından, binanın altından. Sonra birlikdə yığaq onlar, nə deyirsiniz? Qızlar, indi gedirik, Qədirin reaksiyasına baxmağa. Şəkil atmadım. Sadəcə hazırlıq mərhələsində 1-2 şəkil video atmışdım. Amma bitəndən sonra yox. Bilirəm, make-up heç yaraşmayıb buna, amma olsun. Gedək görək. Bu arada saç ustası dedi ki, istəyirsiniz qaşları açın, amma nazik də dedi onsuz da. Neyse bu sonra baxarıq. Çünki saçın diblərimiz də qaradır. Neyse qapını döyək. Qapımız da açığıymış. Qədir. Ay Qədir. Mən gəldim. Bana kış yapacağız. Həqiqi. Kışın. Necə qəşəng. Tam elə istədiyim rəng oldu. Hə, çox istədim rəngi oldu. Qəşəngdir. Teşekkürler kocamı. Kocamı qarşılayıb bu arada. Geçəni öpüm. Allah hər kəsə sənin kimi koca qismət eləsin. Amma səndən artığını yox. Başım sənin kimi də yox. Necədir? Qəşəngdir. Arxası necədir? Qəşəng oldu, bax. Qəşəng işləyir. Möhtəşəm işləyib. Ayda Qədir. Özümü hələ bugünə qədər belə yaxşı belə qulluq edən bir şey saç ustası görməmişəm. Təsəvvür elə. Təsəvvür elə 3 dənəsi. Bundan çox daha yaxşı pul verdiklərim olub amma. Ay kocamı bu necə gözəldir. Kocamı bu bildiyimdən böyükdür. Bunun arxası da var.
Ay Allah ne qəşəngdir Allah. Bu necə qocadır bu. Ateşinin bu dişi. Benim dedim bu dişini Amma bu oynamadım. şeyləri çıxartma hələ ki. Bunlar hələ ki qalsın. Şüşəni yəqin təzə vurublar, qoy qalsın. Bunları sabah çıxardıb şey deyərik. Qızlar necə gözəldir bu. İşığı çox gürdür. Bəzi işıqların səsini boşaldarıq. Necə gözəldir bu. Qədir çox gözəldir. Çox sağ ol. Allah cibinə bərəkət versin. Özüm getdi. Bu nədir qızlar? Çox gözəl. Çox qəşəngdir, çox. Hədsiz qəşəngdir. Gömbuluvuz buradadır. Yeni saç boyası ilə. Oh my Biraz gosh. bu otağı sərgiyə salmaq lazımdır. Salaram aşkım sabah sənin üçün, sənin xətri və Hər şeydən əlavə şey də yaxşıdır. Baxın o şkaf da yaxşıdır. bu çox möhtəşəmdir. Onun isə bayağı şey yerləşdirə bilər. Yəni bura qızlar hər şey yerləşər də, yəni. Torpaq da var öyle yerdə. Hə, bura hər şey yerləşər. Baxın, belə əlavə şəkildə bir şkafdır. Çox sağ ol aşkım. Hə, Qədir hazırlaşırsan gedək. Etməsək. Getsək. Sən get. Yo, yo. Aşkım, axota ilə deyil axı aşkım. Sənə indi qəşəng zoğallı çay verəcəm, düzələcəksən. Verim. Verim gedək. Onlar da planlarını şey yapmadılar ki, bəs biz gəlirik də. Aldırdım. Ağlınız olsun, aldırım. Səhərdən aşağı qədər independent ayaqlarınızı bir tərəfə qoyun. Xahiş edirəm, fikirlərinizi bir tərəfə qoyun. Evləndinizsə, qocadan istəyəcəksiniz. Baxın şimdi, bax. Baxın. Bir dənə burada belədir. Bura puf. Pufu yox imiş bunun. Bunun pufu yoxdur. Biraz okey, balaca kimi görsənir. But it's okay. 4 dənədir. Qədirin dediyinə görə ən qalını aşağıdadır. Niyə ən qalını aşağıda eləyiblər? Biraz yuxarı elsilir. Stullardan birini qoyaq. Ne kadar da güzel qızlar. Bunun yığmaq üçün mən səbirsizlənirəm ya. Gəl stullardan 1, birini 2, qoyaq. 3, 4, 5 dənə. Hadi yuxarıya da nəsə qoya bilərəm. Canım aşkım. Gəlin qıza. Öz şkafımı şeydən qoyduq. Sonradan bir dənə puf alaram. Ha, bir dənə puf almaq lazım gələcək. Ay Allah, saçım necə qəşəngdir. Çox qəşəng deyil. Yəni meykapımı mən hər tərəfli görmək üçün bu yaxşıdır. Möhtəşəmdir hətta. Mən çox bəyəndim. Güzgüsü də çox böyükdür. Mən balaca bilirdim. Yox, yük elmə ölçmüşdüm də. Çox qəşəngdir. Bu nə rəngdir kocamın? Bu şeydir. Yəqin şeyin deyəndə sən deyərdin. Ölçü zat götürəndə şey deyirlər. Silmək lazımdır. Yaxşısı silərsən bunu. Hə, silərəm. Kirli silmək lazımdır. Nəysə qızlar, yəni bunu deyim ki, yəni gördüyünüz kimi mənim bu saç mənə bu rəng digərindən daha çox yaraşır. Üzümü açır, meykapım çox daha yaxşı görsənir. Yəni bu arada usta tövsiyə eləsəm, məncə Miss Jailənin Jailəni tövsiyə eləyərəm. Baxın görün, üzüm elə bilarıqladı ya da mən elə gəlir bilmirəm. Yəni çox yaxşıdır. Təsəvvür edin 2-3 dənə usta işləyir sizin saçınızda eyni anda. Mən əvvəllər başqa ustalarda olmuşam. Amma sizə deyərəm ki, bu günə qədər ən yaxşı belə how to say müştəri belə ən yaxşı qulluğu rəngi bunlarda gördüm. Çünki mən ilk dəfə saçımı rənglətdirəndə bu rəngdə istəyirdim. Amma mənim saçımı bu rəngdə eləməmişdi. Biraz çəhrayıya çalan bir şey də eləmişdi. Düzdür, axıb getdi, amma yenə də narıncılıq çox idi. Yəni bu rəng alınmamışdı. Neysə indi ilgiyə görə gedirəm, amma mən ağlatdım. Getmək istəmir. Mən də getmirəm. Özü gedər. Babam necə çən almışdım ama bunu heç taxmamışdım. Başım soyuqlayandan sonra taxmağım gəldi. Bu arada qızlar, virus çox pisdir. Burnunuzda sinuslar falan tutur. Axmır, yəni burun axırıyor amma çox güclə belə çox ağrıyır. Özünüzə diqqət edin, xəstə olan insanlarla kontaktda falan olmayın, çalışın. Yəni əlinizdən gəldiyi qədər bu mümkünsüz bir şeydir. Nə bilim, maska filan taxın ya nəsə. Çünki həqiqətən çox ağrılı bir xəstəlikdir. Mən normalda heç xəstələnmirəm, amma bu virus sağ olsun.
Gedirik. Mən ağladandan sonra gedirik. Diyorum. Allah'ım da geçelim. Kim alıb? Kim alıb uşaqları? Yo, mən almışam. Bunu Ceynən də deyəcəm mən almışam, o birisi Ceynən də mən deyəcəm mən almışam. Hə. İşte böyle de hazıra konan birisi. Bir şey gördüm. Hadi binadan çıxanda bir dənə qıza belə mişka gəlmişdi. İşte yeni yetmə olanda mən də elə hədiyyələr istəyirdim. Şimdi akıllandım. Daha güzel hediyeler istiyorum. Kiko aldı. Hələ gəlməyib düzdür onlar. Hələ yoldadır. Kiko aldı. Sonra könlündən keçdi. Bir dənə mənə make-up masası aldı. Sonra sabahda Airgloss götürəcəm. Ama Airgloss'un hamısını kocama ödətdirməyəcəm. İşte bu kadar koca yürekli bir insanım ben. Yüce yürekli bir insan. Değil mi koca? Deməli qızlar, biz gəldik Xırdalanda Af Park deyilən bir yerə. Çox restoran və kafelər var, amma hamısı doludur. Və bir dənə restorana girdik, dedik ki, heç olmasa iki olaraq Ülü var. Məhəmməd Əli və ən əzizlərdən əziz kocamı, canlı kocam. Niye iyi? Kocam ölmesin, gic danışma. Ben deyirəm ki, gəl birinci yeyək, sonra şirniyyat var. Ya da Ya mən şirniyyat istəmirəm. yemək yeməksən. Mən yemək istəyirəm. Hə, yox, heç kəs düşmür. Ancaq özüm üçün. Oralar qəşəngdir. Bu niyə göydə bunlar var? Suni yaşamırlar. O qəşəng kafe. Yani Ülviye sevgilir günleri buluştuk ya. Hem de bizi kaybetmedi. Deməli, belə burger sifariş verdik. Çünki normal yeməyə başqa qida yox idi. Sən? Ağzımı çizəsən. Məhəmməd Əli, necəsiz? Qəşəng. Uçan versən bunu yiyəcəm, mən daha xoşbəxt. İyi dayı. İşte yiyir. Sofiş. Kızlar gördüğünüz gibi bir kafede oturmuştuk. Le Coco adlanan bir yerde. Şimdi biz Pinus kafede oturacaktık ama 14 fevral olduğuna göre çok dolu idi. Nömrəmizi aldılar ki boş olanda zəng eləyərlər, amma heç zəng eləmədilər. Elə biz də başqa kafe tapdıq. Belə burger seti sifariş verdik. Burgerlər çox dadlı idi. Belə deyim, biz ətli götürdük. Gördüyünüz kimi o qədər iştahla yeyirəm ki, içində kartoşka fili, dediyim kimi bir burger, mayonez və ketçap var idi. Kolanı əlavə aldıq, amma kola da belə deyim də otaq temperaturundaydı. Biraz o can sıxıcıydı çünki isti idi bayağı, yəni ilıq idi. Mən belə fast foodları çox xoşlayıram, çox bəyənirəm. Ümumiyyətlə həftədə də 1-2 dəfə evə sifariş vermərəm ya da harasa gedib almalıyam. Ona görə pota balası kimi olmuşam, nə boyda. Əslində Ülviyə waffle yemək istəyirdi, bildiyiniz kimi Ülviyə hamilədir, artıq bir ay falan Safiş gəlir. Amma tapa bilmədik, dedilər ki saat 12-də falan olur belə. Ülviyə gilə çoxdandır gəlmişik, amma mənim yadımdan çıxıb ki, mən video çəkmirmişəm. İndi oturublar, baxırlar. O qədər beziblər. Çox pis oldu be. Nəysə, gələndə tort aldıq. Hardan aldıq? Torto? Tortodan bir dənə tort aldıq. Məhəmməd Əli, nə istəyir? Niyə mənə elə baxır? Niyə elə baxırsan ay qoca? Yoxdur bu Instagramda kimi.
Ora bax. Hə, şeydir, adı nədir? Tortadan bir dənə qəşəng bir dənə tort aldım. Bu arada dadlıdır. Birinci tortuydu, hə. Çox vuran deyildi, qəşəng idi. Yazarsan. Niyə qışqırırsan başıma ay qoca? Qocam saçım necədir? Sen çözü bilmədin, söhbət sözdə oynar. Qocam saçım necədir? Qəşəng. 200 manat. 200 manat. O niye bu derece? Amma mənə gül almadı. Yavaş otursaydın keşke. Ulan! Ben sana Səni sabah bulingləyərəm, bu gün bulingləyəməyəcəm. bugün Yox, ya da özüm bir alacağım özbəs. Şey gəldin videosunu paylaşmadın axı. Hansı videosun? Masa düzəldən getin. Az onu sildi onu. Niye? Boş bir videoydu yani. Ben de daha. Gəldin sən də bir dənə YouTube kanalı aç. Ay saçım ne kadar da güzel kızlar. Gidin boyayın saçlarınızı. Bu şişmədim ancaq mən gedib krem alıp belə pis problemlərə düşməliyəm. Dolanmağımız yeter. yeter. Bu qədər suyla dolanmağınız Gecesi bəsdir. sıcaklar Gedin, ya. gedin saçınızı boyayın. Bax Ülviyyəyə bayaqdan da deyirəm, Ülviyyə saçımı boya. Deyir, yox mən boyamıram. Başa düşmədim, niyə? Boyayacağım, ağları boyayacağım. O boya olmadı çay Ülviyyə. Bax belə saç dəyişməlidir, O üz zaman dəyişir ben de falan. saçlarımı boy. Niye boyursan? Ağlarım yaşlı amma mən yaşlı deyil. Kocamı, Bəli. qıcıqla bahalaşıb deyirlər. Yani Alma yani. post alıp yazalım. Şimdi yazalım. Elə bir dedim də nə? Dedi biraz ürəyi partladım. Seviniyor musun benim gibi bir karın olduğu için? No, wait. Celal Baz'ın güzelliği. Celal Baz'ın şirinliği. Gəl bacı. O sırada Celal olacak. Porno. Gəl bacı. Niye Celal'e bacı diyorsun? Üçüncü. Uno, dos, tres. Hala Madrid. Gəl. Senin dostumun həyat yoldaşı YouTuber'di. Ben dersi. dostumu hayatıma alanda onun hayat yoldaşının YouTuber olacağını düşünmemiştim. İndi Sorry. gülün dikeni de olabilir. Onun da dikeni mənim. Sen- Gülü seven dikenine Onda katlanır. it burnudur yani. Yoksa bu boyda dişen olmaz. Sen de saçımı boyatmak Ona istiyorsan. göre diye. doymadık biz. İstəyirəm. Çok lezzetliydi. Beşiktaş için canlı verir misin? O döndün Cevahir'e istəyirəm. Sol ekranı Saçımı boyayacağım. Ülviyə bu arada mənə belə bir hoodie verir. Hər dəfə gələndə bunu istəyirəm, geyinirəm. Bu dəfə özümə aparacağam. Sırtıqlığıma basım Bu Ülviyə deyir ki, məlumat apar. niyə var onu da bilmirik. Gəl bir dənə nəfəs alaq hələ. Yox, Omar, cüdüm ondan şəndə nəfəs alıram, bəşmən. Bunlar karıştır bizdəcə. Deməli, artıq evə gedirik. Keçən dəfə sağ ol deməmişəm. Keçən dəfə video bağlanışında sağ ol deməmişəm. Ona görə də biz artıq evə gedirik. Saat neçədir? Baz'ın güzelliği. Saat Üstüdə. 4'də 15 Yalan danışma, 4 deyil. 2 falan. 3-ə qalıb. Celal Baz'ın saçları. Gecə 3-də bizim cəmaatın evində sırtıqlığımız yəni. Bay bay qızlar. Ümid edirəm ki, videomu bəyəndiniz. Rəylərdə bildirin. Sağ olun.